Uşaqlar, mən Baba Pro. Bugün sizlərlə birlikdə parkur oyunu oynayırıq. Uşaqlar, parkur oyununda gördüyünüz kimi belə baxanda çox böyük bir parkur oyunudur. Nəysə, başlayaq. Əvvəl belə buradan belə hoppa keçirlər. Amma mən belə keçdim. Asandır zaten. Hələ ki asan gedirik parkuru. Amma çox uzun bir parkurdur və şöyle parkur eləyə də sizlərə kanallarım, YouTube'a nə cür açdığım haqqında danışacağım. Şöyle mənim əvvəl böyük bir arzum var. 100.000 takipçi alıb həmən o plaket var ya, plaketi qazanmaq. Amma mən də yəni o plaketi qazanmaq da çox çətindir. Uşaqlar, mən də bilirəm. 100.000 takipçi olmaq da çox çətindir. Amma yəni çox böyük istəyirəm də yəni ki, çalışacağam. Yəni tanınmış bir YouTuber olum. Olur mümkün değil. Çünki əvvəl 73 abonəli kanalım silindi. Dedim, nə, pes eləməyəcəm. Sonra 68 abonəli kanalım silindi. Yəni uşaqlar 100.000 ara, 73, 68 ara. İndi də hal-hazırda ən son baxanda 16 abonəm var idi. Yəni 100.000 abonə ara, 16 abonə ara. Belə də fikirləşə bilərik. Çox çətindir. Uşaqlar, bir də sizə tüyo verəcəm. Belə baxın. Əgər keçirsə, deməli burada boşluq var. Baxın, məncə burada boşluq var. Gördünüz, burada boşluq var. Buradan baxanda keçmədi ekran. Buradan baxanda burada isə keçdi. Deməli burada boşluq var. Burada isə boşluq yoxdur. Buradan keçirik. Şu. İndi hoppana buranı da bitirək. Deməli belə hop sarı şeyləri dəyəndə öldürürük yəqin. Yəni elə ölürdük də. Nəysə buradan belə ayda. Of, bax keçdim onun üçün. Nəysə. Uşaqlar, yəni ən böyük arzumdur mənim 100.000 takipçi olmaq. Adamın işləndə gülməyə gəlir. Baba Pro 100.000 takipçi. Nədir? Nə oldu? Neyse bastım. Bir şey oldu ama neyse. Yol belirtti. Şöyle yani çok yaxşı olar 100.000 takipçili Baba Pro sözünü eşitmək. Nədir? En başa apardım beni. Diyan. Buranın baş değil ki, ha. Oy da şaka korktum en başa apardım. Neyse. Cidden. Neyse. Çok yani bilmirəm 100.000 takipçi. 100k. Buralara əvvəl keçmişdi baxın mən. Ay fərqlidir. Neyse. 100.000 takipçili Baba Pro. Şöyle adam işte dəqiqdə gülməyə gəlir. 16 takipçisi olan Baba Pro'da 100.000 takipçisi. Neyse. O plaket var ya, plaket. Mən əslində ondan istəyirəm. Yəni 1 milyonu fikirləşmirəm belə. 100.000 də əslində fikirləşmirəm. Amma sadəcə olaraq arzu kimi qalıb da. Qaqaş belə yoxlayıb gedəcəkdi. Neyse. Uşaqlar çox. Ay, yeri getdə bəsdir də. Bu nə yaşayışdı? Uşaqlar bəs. Neyse, gedək. Belə. Buradan neyse. Bir estağfurullah uşaqlar. Neyse, olmayacaqdan fikirləşməyə belə dəyməz. 100.000 takipçi. 100.000. Adam işdən dəqiqdən də gülməyə gəlir. 100.000 takipçi. Sonrası uşaqlar, hal-hazırda 16 abonəyəm. Heç vaxt 100'ü keçməmişəm. 100 bıraxayım. 100 başım bıraxmışam az. 100'ü keçməmişəm. Bir dəfə 73 çatıb banlamışam. 68'də çatıb banlamışam. Bəlkə 30-40 il vaxt lazımdır ki 100'ü keçə biləm. Yəni harca 2-3 aya 68 abone. Yo, hadi o kadar vaxt 68 abone kazanıramsa 100.000 üçün də o kadar vaxt lazım olacaq.
Ama yani olur mu? Tabii ki de ne olur? Olmur. Uşaqlar. Yani kanalların hesablarım həmişə banlanır, bağlanır. Niyə bağlanır bilmirəm. Deyir, bir dostum var, deyir, videolarında Azərbaycan ilə danışırsan deyədir. Amma mən niyə öz videomda Azərbaycan videosunda türkcə danışmalıyam ki, cəmaət də elə danışır da. Yəni Azərbaycan ilə danışan videolarında bir dənə mən deyirəm ki, çox adam var. Niye böyle olur ki? Başa düşmürəm. Neyse. Geçək. Boş şeylərdə damısı. 100.000 takipçi olmaq zat. Bunun hamısı boş şeylərdir. Ümumiyyətlə uşaqlar. Kimin həvəsi varsa, 100.000 abunə olmaq istəyirsə, yəni videoma baxan YouTuberlar. Onlar da yəni sizin arzunuzdur. Sizin arzunuza nə demirlər ki, amma əsas oxumaqdır. Mən də boş vaxtım onda elə video çəkirəm. Bəlkə gündə 4-5 dənə video atıram. Amma hamısı da heç biri tutmur. Kəşfiyyətə düşmür. Çox adamlar baxmır. Çox az adam baxır. Amma yenə də nə qədər heç olmasa, heç kim baxmasa, videolarımı izlənmə gəlməsə də, bu videoları mən həmişə çəkirəm. Yəni nə qədər bilirəm ha. İndi məsələn bu videoma da heç 2-3 nəfərdən artıq adam baxmayacaq. Amma mən yenə də videoları çəkməyə dayanıram. Çünki sizə deyirəm ki, heç vaxt pes eləməyin. İndi sənin bir dənə məqsədin var qabağında. Pes eləmə. Qoy. Yəni məqsədinin qabağından kes deyirəm. Belə havaya baxanda da qorxuram. Bu qədər şey var. Burada necə keçirik biz? Neysə. Hop. Aha. Asat şəkildə. Ay, aha. Neysə. Bizə düşdü. Bam, bam. Aynen. Neysə uşaqlar. Yəni sizə sözüm budur. Sizə belə deyirəm. Amma yəni bu platforma fərqli videolar atıram. Mənim bir oğlu var, Yusif bir köçüydü, onun da hesabı bağlanmışdı. Yəni ancaq bizim hesablarımız bağlanır. Məsələn, bir dənə dostum var, çox vaxt YouTube açıb. Amma onun hesabı bağlanmır, ancaq bizim hesablarımız bağlanır uşaqlar. Niyə belədir bilmirəm. Siz əgər bilirsinizsə, nə olar yazın aşağıda yorumlara ya da bu video yorumları bağlı olsa əgər başqa bir videoya, məsələn, əl saloncu shorts videoma ata bilərsiniz ki, bu belə elə. Yəni mən öz adımı deməliyəm. Əgər bu videoya 100 like gəlsə, o da mən öz adımı deyəcəm. Öz adımı. Və telefon nömrəmi deyəcəm. Əgər bu videoya 1000 like gəlsə, telefon nömrəmi deyəcəm. Amma əgər 100 like gəlsə də adımı deyəcəm. Yəni, uşaqlar deyə 1000 like edib, çünki gəlməyəcəyi bilirəm. Gəlməyəcəyi üçün də rahatam. Telefon nömrəmi deməyəcəm. Amma əgər 1000 like gəlsə deyəcəm. Amma zaten deyilməyəcək. Çünki 1000 like sədə videoma necə gəlsin axı, Baba Pro. Adı baxın, Baba Pro. Bu adı mən necə fikirləşmişəm. Bilmirəm. Hə. Fərqli rəngdə olduqları üçün gördür. Bunlara basmadan keçmək lazım. Neysə. Belə. Ay, da. Şöyle. Belə. Ay da sən. Neysə. Yaxınlaşa da elə təzələri də oluşur. Amma ya uzaqlaşa da silinir. Bilmirəm ki. Ya da yaxınlaşa da silinir. Uzaqlaşa da oluşur. Bilmirəm. Neysə. Çətin yerlərdə keçdi. Ay. Bu keçişdə. Ay. Bu keçişlərə baxın elə. Həli Baba Pro. Style'da. Ay da. Oradan sonrası düşey. Aynen. Oradan sonrası düşey. Buralar çizecek. Buradan sonrası böyle çizecek. Şu. Yani. Böyle. Ay. Böyle. Böyle. 100 aşamadı. 100 aşama değil məncə. Çünki əgər 100 aşama olsaydı həm bu qədər. Buradan yazsanlar 200 var. Burada saysanlar keçirlərmişiz. Uşaqlar yəni ki belə sayaq 100.
Neyse. 30'a kadar saydım ama. Boş verin. 49 da böyle 6.7%'am. Hesaplayarak bir de hesaplayarak size çok az sattı. Ama ahırım yoktu. Video zaten 10 olandan sonra 10% eləyəndən sonra 10% eləyəndən sonra deyəcəm. Əsl. Yetdi. İddia normal hesablara basatda ahhodumuz var mı? Tabii ki yoktur. Neyse. Şimdi aşama 53 ödegi ne? 0-2 olsun. Ne olur? 0-1 olmasın. Da karışıktı ama. Neyse. Kakış diyorum. Elhamdülillah. Estağfurullah. Yani eğer 100 olsaydı onun aşama 55'te olmazdı. 7.5%'ımsa. Onda yani mən də yazacaktı. Çox 56% falan yazardı. Eğer 100 olsaydı ya. Ben bir də hissettim. Ay da bu da bəxti uşaqlar dalışa gedirəm. Çox da baxmıram. Mən necə bir video çəkmək istəyirsiniz? Yəni necə bir video çəkə bilərəm ki, çox belə şey olsun da, kəşfə düşsün məsələn, çox izlənmə gəlsin. Necə bir video çəkə bilərəm? Yəni mənə video fikri deyə bilərsiniz. Əgər video fikri desəz, həmən o adamı bir dənə videomda çıxardacağam. Yorumu, hansısa bir shorts videomda öz yorumu görə bilər. Mən də həmən deyəcəm ki, altıda da yaş bu videoda çəkəcəm. Yəni keşfə düşməsə belə, çox izlənmə gəlməsə belə, yenə də siz videolarınızı çəkəcəm uşaqlar. Yəni siz istəyirsinizsə, ya da istəyirsinizsə siz, yəni nə etməyimi istəyirsinizsə, məsələn altından yaza bilərsiniz ki, məsələn get, məsələnirəm, nəsə elə də. Hər nə istəyirsin. Mən də o şeydən o şeyi eləyəcəm nə desəz. Amma video çəkilsin. Yəni biraz yaxşı bir şey deyin ki, video çəkim, o videoya da çox izlənmə gəlsin. Gedək. Şöyle, belə. Neyse. Bu da şeydir görəsən. Yo, vadid. Neyse gedək. Belə. Merak eləmə. Bura boşdur, sonra boşdur. Buradan numaralar tabii ki de. Aslında bura düz olabilirdi. Bunlar öldürücü olabilirdi ama oralar boşluk olduğu için. Ay da. Gücbillahla gedərik də uşaqlar yədi. Belə şey olur. Video çox zor oldu. 10% eləyib video bağlayacağım. Çünki çox çətindir. Çətin deyil uşaqlar. Yəni mən botam, həm də nədir bu? Yox. Deməli getdik. Belə. 10% eləyib hesablayıb videomu bağlayacağım uşaqlar. Çünki çox izləmə gəlməyəcək. Vaxt itkisi olur bu videoların hamısı. Boş videolardan hiç izlenmesi olmur. Ama ayda asam da son eləyərəm. Bam bas bam tam bas bam çalava nasıl Glazing, surface, şaki. Neyse. Ayda tez. Of. Video çok uzadı. Siz 10% eləyib bir dənə. Uf. Ne? Ana, dəndən ölmüş. Tamam da eləmək. Uşaqlar çox oldu ya məncə. Çox oldu. 100% alacaq. Hə. 10%-nə əgər 73 gəlirsə, onda
Təxminən 730 dənə bundan var bu oyunda uşaqlar idi belə baxanda. Təxminən dəqiq bilmirəm. Nəysə uşaqlar, bu videoda bura qədər olsun. 10%-ə qədər gəlməyə bəcərdik amma nəysə uşaqlar, sağ olun.